Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimiz cümlə üzvlərinin əlavəsidir. Birinci sualdan bizdən soruşur ki, cümlə üzvlərinin əlavəsi ilə bağlı verilənlərdən biri səhvdir. Əlavələr aid olduğu üzvdən əsasən dev silə ayrılır. Bu yanlış fikirdir. Biz bilirik ki, əlavələr aid olduğu üzvdə tire işarəsi ilə ayrılır. A variantı. Əlavələr özündən əvvəl gələn üzvün mənası bəli aydınlaşdırır, konkretləşdirir. Bəzən əlavə aid olduğu üzvlə şəxsə görə uyğunlaşmır. Bəli, bu da doğru fikirdir. Bütün cümlə üzvlərinin, hətta xitabların da əlavəsi olur. Bəli, xitabların da əlavəsi olur. Bəzən cümlə üzvü ilə onun əlavəsi arasında yəni bağlayıcı da işlənir. Bəli, yəni bağlayıcı işlənə bilir. Rahim özünü böyük qardaşına Kamilə bənzədirdi. Nə edirdi? Bənzədirdi. Kimə? Kamilə. Qardaşına, kimə? Burada kimə sözü tamamlığı sualına cavab verir. Ona görə də tamamlığı çıxırıq. Oktay 4-cü, yəni sonuncu məktubunu yazırdı. Hansı məktubunu yazırdı? Sonuncu, yəni 4-cü. Bu təyindir. Təyini də çıxırıq. Yuxarı, dağın başı açıq. Hara? Yuxarı. Hara? Dağın başı. Burada mübtədanın sualıdır. Şagirdlər aşağıda idilər. Harada idilər? Xəbəri sualıdır. Məktəbin həyətində idilər. Bu da xəbərin sualıdır. Doğru cavab D bəndi, səhvlik. Hansı cümlədə əlavə aid olduğu cümlə üzrə şəxsə görə uyğunlaşmır? Gəlin diqqətlə fikir verək. Mən sinif rəhbəri şagirdlərimdən tam razı deyiləm. Kim? Mən. Mən sözü razı deyiləm sözü ilə əlaqəyə girdi. Amma diqqətlə baxsaq görərik ki, məni aydınlaşdıran sinif rəhbəri sözü, söz birləşməsi, daha doğrusu deməli birbaşa xəbərlə əlaqəyə girmir. Sinif rəhbəri razı deyil. Ona görə deyirik ki, həm də ki, bu bəzən əlaqəyə girməyən də onun hər iki tərəfindən vergül işarəsi. Burada gördüyümüz kimi hər iki tərəfindən vergül işarəsi qoyulub. Mən sinif rəhbəri şagirdlərimdən tam razı deyiləm. Burada sinif rəhbəri şəxsə görə uyğunlaşmadı. Ona görə də A variantı doğru fikirdir. Onlar kənd uşaqları sağlam və dözümlü. Onlar dözümlü olur. Kənd uşağı birbaşa əlaqəyə girdi. Dadaş Seyx rəisi fəhlələrin işi ilə maraqlanırdı. Kim? Dadaş maraqlanırdı. Kim? Seyx rəisi. İçərini, otağı təmizləməyi Güneydə tapşırdılar. Nə etdilər? Tapşırdılar. Nəyi təmizləməyi? İçərini təmizləməyi, otağı təmizləməyi. Gördüyümüz kimi içərini sözü də təmizləməyi sözünə əlaqələndir. Otağı sözü də təmizləməyi sözü ilə əlaqələndir. Bu məstər tərkibli aslı tərəfi olur. Sənin paltarın oradadır. Haradadır? Oradadır. Şifanerin içindədir. Haradadır? Şifanerin içindədir. Bu da xəbərdir. Xəbərin əlavəsidir. Burada doğru cavab A bəndi. Sinif rəhbəri birbaşa xəbərlə əlaqəyə girmədi. Deməli, mübtədanın əlavəsi şəxsə görə uyğunlaşmadı. Ona görə də doğru cavab A bəndidir. Cümlələrin birində əlavə ismi birləşmənin aslı tərəfinə aiddir. Gəlin diqqətlə fikir verək. Şahin Daimoğlu neft mühəndisidir. Kim? Şahin. Kim? Daimoğlu. Birbaşa hər iki söz birbaşa xəbərlə əlaqəyə girdi. Gəlin diqqətlə B bəndinə baxaq. Bu universitetin ali təhsil ocağının 100-ə yaxın yaşı var. Fikir versək görərik ki, universitetin yəlik haldadır. Universitetin yaşı. Universitetin sözündən sonra yəlik varsa, özündən sonra mütləq mənsubiyyət gəlməlidir. Ya özündən sonra gəlsə, ya da özündən 2-3 söz sonra işlənə bilər. Universitetin yaşı, ali təhsil ocağının yaşı birbaşa deməli universitetin sözünə mənsubiyyət şəxsi sözlə əlaqəyə girdi. Ona görə də burada ismi birləşmənin aslı tərəfi yəlik haldadır. Deməli, bu ismi birləşmənin aslı tərəfi olur. Həyatda insanın hər kəsin axtardığı xoşbəxtlikdir. Burada da fikir versək, insanın da yəlik haldadır, hər kəsin də yəlik haldadır. Axtardığı isə feili sifətdir. İndi yuxarıdakı birləşmə niyə ismi birləşmə oldu? C bəndindəki isə niyə feili birləşmə olur? Ona görə ki, dığı şəkilçisinin tərkibindəki I mənsubiyyət şəkilçisi ayrılmır. İnsanın axtardığı, hər kəsin axtardığı feili birləşmənin aslı tərəfi olur. İnsanın axtardığı, hər kəsin axtardığı bu feili birləşmənin aslı tərəfi olur. Amma burada yaş isim daxil, universitetin yaşı, ali təhsil. Bu da ismi birləşmənin aslı tərəfi olur.
Günəş səhərlər qızı dağların arxasından boylananda aləm nura qərq olur. Nə zaman? Günəş səhərlər qızı dağların arxasından boylananda. Boylananda feili bağlamadır. Biz görürük ki, günəş boylananda feili bağlamanın günəş sözü birbaşa feili bağlamanın əsas tərəfinə tabe olur da. Günəş boylananda, səhərlər qızı boylananda. Onda bu o zaman olur ki, boylananda sözü feili bağlamadır və bu feili bağlama tərkibinin aslı tərəfindən, yəni birinci tərəfində olaraq qalır. Günəş boylananda, səhərlər qızı boylananda. Neft, qara qızıl ölkəmizin təbii sərvətidir. Neft təbii sərvətidir. Qızıl təbii sərvətidir. Daha doğrusu ölkəmizin təbii sərvətidir. Bu deməli hər biri birbaşa xəbərlə əlaqəyə girdiyi üçün burada mübtədadır. Doğru cavab B bəndidir. 5-ci sualda feili bağlama tərkibinin aslı tərəfinə aid əlavənin işləndiyi cümləni seçin. Uşaq yatanda, dincələndə gümrah olur. Nə zaman? Yatanda, nə zaman? Dincələndə. Biz görürük ki, yatanda və dincələndə sözləri birbaşa xəbərlə əlaqəyə girir. Və yatanda və dincələndə feili bağlamadır. Feili bağlama tərkibi deyil. Bir. İkincisi, hər biri də xəbərlə əlaqəyə girdiyi üçün deməli, bu zərflikdir, zaman zərfliyidir. Hər biri də birbaşa xəbərlə əlaqəyə girə bilir. B bəndinə baxsaq görərik ki, sizi, tələbələri təbrik edən Cavidin valideyni kimidir? Cavidin valideyni kim? Sizi, tələbələri təbrik edən. Bu da feil sifətdir. Təbrik edən feil sifətdir. Sizi təbrik edən, tələbələri təbrik edən. Bu feil sifət tərkibinin aslı tərəfində qalır. Qardaşımı, C bəndinə baxsaq görərik ki, qardaşımı Seyfullahı qapının ağzında görəndə gözlərimə inanmadı. Nə etmədi? Gözlərimə inanmadı. Nə zaman? Qardaşımı Seyfullahı qapının ağzında görəndə. Anda feili bağlama şəhidsidir. Qardaşımı görəndə, Seyfullahı görəndə feili bağlama tərkibinin aslı tərəfində qalır. Doğru cavab C bəndidir. İdmançılarımız güləşərkən, rəqibləri ilə qarşılaşarkən bütün güclərini sərf edirlər. Nə zaman? İdmançılarımız güləşərkən sərf etdilər və nə zaman? Rəqibləri ilə qarşılaşarkən hər biri birbaşa feillə əlaqəyə girir. Biz idmançılarımız güləşərkən bunu aydınlaşdırır. Nə zaman? Yəni idmançılarımız güləşərkən, rəqibləri ilə qarşılaşarkən sözü idmançılarımız güləşərkən sözünü aydınlaşdırdığı üçün əlavədir. Əlavə də nə zaman sual cavabı zərfliyin əlavəsidir. Burada cavab C bəndi olaraq qalır. Bayaqdan bəri dayanıb, ayaq saxlayıb sənin gözlərin. Nə zaman? Bayaqdan bəri dayanıb, nə zaman? Ayaq saxlayıb. Bu da zaman zərfliyinin əlavəsidir. Hansı cümlədə xitab əlavəli işlənmişdir? Qızım sənə deyirəm, gəlinim sən eşit. Qızım müraciət bildirir. Amma onun əlavəsi işlənməmişdir. Sənə deyirəm. Nə edirəm? Deyirəm kimə? Sənə. Gəlinim. Gəlinim burada da xitabdır. Ayrıca gəlinim sözünə də müraciət olunur. Qızım sözünə də müraciət olunur. Bunlar əlavəli deyil. Qardaşım, sevgili Vasif bana gəl. Bu qardaşımın kim olduğunu müəyyənləşir. Bu deməli Vasifdir də bunun qardaşı. Qardaşım, sevgili Vasif hər ikisi müraciət bildirir. Deməli xitab əlavəli işlənir və onun xitabın əlavəsi də söz birləşməsi ilə ifadə olunur. Doğru cavab B bəndi. Xurama, gör nəyin bax xəyalındasan, Xurama müraciət bildirir. Oktay, üzüyü verdim, Oktay müraciət bildirir. İvanovskiyə müraciət. Qəmbər, biraz danış, anamın keyfi açılsın. Bu da müraciət bildirir. Bunlar da əlavəli işlənməmişdir. 7-ci suala baxsaq görərik ki, həmçinin sözlər haqqında yanlış fikri deyir tab. Tabesli bağlayıcıları ilə əlaqələnir. Bəli, tabesli bağlayıcıları ilə əlaqələnir. Doğru fikirdir, amma bizdən yanlışı soruşur. Eyni sözlərin təkrarı həmcinsliyi yaradır. Xeyr, eyni sözlərin təkrarı həmcinsliyi yaratmır. 2 səhv fikirdir. Eyni üzvə aid olub, eyni suala cavab verir. Bəli, həmcins üzvlər eyni suala cavab verir. Eyni üzvlə bağlı olur. Bütün ikinci dərəcəli üzvlər həmcins və qeyri-həmcins olur. Biz bilirik ki, təyinlər həmcins və qeyri-həmcins ola bilir. Doğru cavab 2-4. A variantı. 8-ci suala baxsaq görərik ki, həmcins zərflikli cümlələri seçin. Mədənlərdə, zavodlarda, fabriklərdə təmir arası müddəti uzadırlar.
harada mədənlərdə, harada zavodlarda, harada fabriklərdə, hər biri harada suala cavab verir və deməli yer zərfidir. Yığıncaqda qulama da, Novruzda da söz verdilər. Kimə, qulama, kimə, Novruz. Bu da tamamlıqlar həmzəsidir. Burada bir də mədənlərdə, zavodlarda, fabriklərdə burada yer zərflikləri həmzəsidir. Mən nə İslamdan, nə də Rəşiddən xəbər tuta bilirdim. Buna nə edirdim? Xəbər tuta bilirdim. Kimdən? İslamdan, kimdən? Rəşiddən. Bu da tamamlıqdır. Nökərlər tövlə və bağçada çalışır. Harada tövlədə, harada bağçada. Bu da yer zərfliyinin həmzəsidir. Bəli, doğru cavab 1-4. 9-cu suala baxsaq görərik ki, bu gün bayram münasibəti ilə universitetin salonunu müəllim, tələbə və texniki işçilər toplaşmışlar. Nə etmişlər? Toplaşmışlar. Biz axırıncı həmcins üzvə baxırıq. Texniki işçilər. İşçilər sözündəki görürük ki, müəllim, tələbə sözündə olan hansı şəkilçi, işçilər sözündə, texniki işçilər sözündə olan hansı şəkilçi, müəllim, tələbə sözündə yoxdur. Görürük ki, lər şəkilçisi tələbə sözündə də, müəllim sözündə də yoxdur. Müəllim deməli burada lər cəm şəkilçisidir. Belə olar müəllimlər, tələbələr və texniki işçilər. Doğru cavab E bəndi. 10-cu suala baxsaq görərik ki, yurdum, yuvam, məskənimsən Azərbaycanım. Cümlədə hansı şəkildə ixtisar olunmuşdur? Belə olar. Yurdumsan, yuvamsan, məskənimsən. San axırıncı biz sözə baxırıq. Hansı axırıncı sözdə hansı şəkilçi varsa, digərlərində yoxdursa, deməli o şəkilçi ixtisar edilir. Yəni məskən sözündə san var, amma digərlərində yoxdur. Deməli san da xəbərli şəkilçi olduğuna görə doğru cavab C bəndi. Hansı cümlədə həmcins mübtədalar xəbər arasında şəxsə və kəmiyyətə görə uzlaşma pozulub? Diqqətlə fikir versək görərik ki, Rəşad, sən və mən tələbəyəm. Əgər deməli birinci şəxs varsa, həmcins üzvlər iştirak edən cümlədə birinci şəxs varsa, mən sözü varsa, xəbər birinci şəxsin cəmində olar, təkində yox. Burada olmalı idi. Rəşad, sən və mən tələbəyik. B bəndinə baxaq, doğru cavab A-dır. B bəndinə baxaq, mən və dostum sənə inanırım. Mən və dostum. Mən varsa, deməli, birinci şəxsin cəmində olmalıdır. İnanırıq, birinci şəxsin cəmindədir. Sən və qardaşı bir-birinizə bənzəyirsiniz. Əgər birinci şəxs yoxdursa, ikinci şəxs varsa, onda xəbər ikinci şəxsin cəmində olmalıdır. Sınız şəkilçisi ilə. Sən və qardaşı bir-birinizə bənzəyirsiniz. Doğru cavab burada A bəndidir, C bəndi uyğun fikirdir. Toğrul, Anar və Tural idmançıdırlar. Həmcins üzv 2 nəfər, 2-dən daha artıq olanda xəbər cəmdə olmalıdır. İdmançıdırlar, düzdür. Orxan və siz dərsə gecikmisiniz. Siz varsa sınız şəkilçisi ilə işlənməlidir. Bəli, gecikmisiniz. Doğru cavab burada A variantı. 12-ci suala baxsaq görərik ki, həmcins təyinlər işlənir. Gülnaz, Eldar, Rafiq iclasa gecikmişlər. Nə etmişlər? Gecikmişlər. Kim? Gülnaz, kim? Eldar, kim? Rafiq mübtədadır. Dəftəri, qələmi, kitabı çantaya qoyun. Nəyi kitabı, nəyi dəftəri, nəyi qələmi. Burada tamamlıqdır. Gördüyün həmin o adam mənim qonşum idi. Burada yoxdur həmcəsi. Aynur, Gülərüz, Mehriban, ürək təmiz idi. Ürək təmiz qızdır. Kimdir? Qızdır. Necə qızdır? Güləriz, necə mehriban, necə ürək təmiz. Niyə bu variantdır? Ona görə ki, həmcins üzvlərin hər biri ismi xəbərə aiddir. Biz bilirik ki, təyinlər daha çox isim və isimləşmiş hər hansı bir üzvün yanında işlənir. Deməli, burada isim, xəbər isimlə ifadə olunub. Ona görə də Güləriz, mehriban, ürək təmiz sözləri təyin olaraq qalır və ismi xəbərə aiddir. Eyni suala cavab verən, eyni cümlə üzvünə aid olan sözə və ya söz birləşmələrinə həmcins üzvlər deyil. Yəni bunlar üçü də eyni suala cavab verdi. Eyni cümlə üzvünə, yəni qız sözünə, xəbərə aid oldu. Ona görə Güləriz qız, Güləriz təyindir, qız xəbərdir və deməli təyin birbaşa xəbərlə əlaqələndir. Mehriban təyin birbaşa xəbərlə əlaqələndir. Ürək təmiz təyin birbaşa xəbərlə əlaqələndiyinə görə doğru cavab D bəndi idi. Orada hava tərtəmiz idi, su dumduru idi və
Diqqətlə fikir versək, necə idi? Tərtəmiz idi. Nə hava, mübtada xəbər. Necə idi? Dumduru idi. Nə su, mübtada xəbər. Mübtada və xəbərlər hər birinin özünün mübtadası, hər birinin özünün xəbəri var. Deməli, bu necə cümlədir? Tabesiz, mürəkkəb cümlədir. Gəlin 13-cü suala baxsaq, görərik ki, bu ümumiləşdirici sözlər haqqında fikirlərdən birinin səhv olduğunu soruşur. Bəzi hallarda ümumiləşdirici sözdən sonra yəni məsəl sözləri işlədilə bilər. Tədbirdə hamı vergül, yəni qoşa nöqtə, əli, vəli iştirak edirdi. Bəli, olur, avəndi doğru fikirdir. Ümumiləşdirici söz həmzə sözlərdə əvvəl gəldikdə ondan sonra qoşa nöqtə qoyulur. Dərsdə hamıdan sonra qoşa nöqtə olar. Murad, Akif iştirak edirdi. Doğru fikirdir. Həmzə sözlərinin hamısına aid olub. Onları ümumiləşdirən söz və söz birləşməsinə ümumiləşdirici söz deyilir. Bəli, bu da doğru fikirdir. Ümumiləşdirici söz həmzə üzvlərdə sonra gəldikdə ondan əvvəl tire işarəsi qoyulur. Dərsdə Akif, Murad, tire, hamı iştirak edirdi. Doğru fikirdir. Məndən fikir versək, görərik ki, ümumiləşdirici sözdən sonra bir sözdə modal sözü işlədilə bilər. Ümumiləşdirici sözdən sonra yox, ümumiləşdirici sözdən əvvəl gələ bilər o bir sözlə sözü. Ümumiləşdirici sözdən əvvəl gəldiyinə görə bu yanlış fikirdir. Ümumiləşdirici sözdən sonra bir sözlə gələ bilməz, ümumiləşdirici sözdən əvvəl gələ bilər. Məsələn, tədbirdə əli, vəli bir sözlə hamı iştirak edirdi. Hamı ümumiləşdirici sözdür və hamıdan əvvəl gəlib o bir sözlə sözü, ona görə də ümumiləşdirici sözlər əvvəl işlənməlidir. Əvvəl işlənəndə ümumiləşdirici sözdən bir sözlə əvvəl işlənəndə ondan əvvəl tires, bir sözdən sonra vergül qoyulur. Bu illəri qəbul sualına düşmüşdür. Burada yanlış olan ümumiləşdirici sözdən sonra gəlir fikridir. Deməli, bir sözlə ümumiləşdirici sözdən əvvəl gəlir. Doğru cavab E bəndi. 14-cü suala baxsaq görərik ki, evdə, yolda, işdə, hər yerdə gözlərim onu axtarır. Deməli, ümumiləşdirici söz bütün cümlə həmzə sözlərə aid olur. Evdə, yolda, işdə, hər yerdə və ümumiləşdirici sözlər həmzə sözü eyni suala cavab verir, eyni cümlə üzvü olur. Hər yerdə, harada, evdə, harada, yolda, harada, işdə, harada, hər yerdə. Daha doğrusu, bu hər yer sözü bu həmzə üzvləri evə də, yola da, işə də aiddir. Deməli, hər yerdə sözü həmzə üzvlərin hər birinə aiddir və onları ümumiləşdirir. Doğru cavab B bəndi. Hansı cümlələrdə əlavə cümlə üzvünə aid deyil? Diqqətlə baxsaq görək ki, maraqlı sualdır. Cümlə üzvünə aid deyil. Kolxoz dövründə kəndlilər sahələrdə, əkin yerlərində işləyirdilər. Burada sahələrdə, əkin yerlərdə əlavəli işlənir. Harada işləyirdilər? Sahələrdə, əkin yerlərində. Harada sualına cavab verdiyi üçün cümlə üzvünə aiddir. Belə cümlələr daha çox tərkibin daxilində işlənir. Bir də ismi birləşmənin aslı tərəfində işlənə bilir. Gəlin fikir verək. Cahandar ağa atın, qəmərin quyruğunu kəsilmiş görəndə bərk əsəbləşdi. Nə zaman bərk əsəbləşdi? Atın, qəmərin quyruğunu kəsilmiş görəndə. Deməli, atın quyruğunu, qəmərin quyruğunu. Görürük ki, atın və quyruğun sözü ismi birləşmənin aslı tərəfində qalır. İsmi birləşmə isə özü birbaşa feili birləşməyə aiddir. Deməli, atın, qəmərin quyruğu tərkibin daxilində bu ismi birləşmənin aslı tərəfidir və ismi birləşmə özü də tərkibin daxilindədir. Atın və qəmərin sözü, atın quyruğu, qəmərin quyruğu. Deməli, bu cümlə üzvünə aid deyil də, bu ismi birləşmənin aslı tərəfinə aiddir. Deməli, ikini götürürük. Doğma kəndimizə baş şabalda yeni yol çəkilmişdi. Haraya? Kəndimizə çəkilmişdi. Haraya? Baş şabalda çəkilmişdi. Ona görə də bu hər biri xəbərlə əlaqələndiyinə görə bunu götürmürük. Deməli, ikini götürürük. Aysel, qızım, anana kömək etməyi unutma. Müraciət bildirir. Xitab da cümlə üzvünə aid deyil. Biz bilirik ki, xitablar, ara sözlər cümlə üzvü olmur.
Ona görə də 2 və 4-ü götürürük. Dostum 10 il bundan qabaq 2005-ci ildə hərbi xidmətdə olmuşdu. 10 il bundan qabaq hərbi xidmətdə olmuşdu. 2005-ci ildə hərbi xidmət. Hər biri birbaşa feillə əlaqələndiyinə görə biz bu variant əlavə cümlə üzvünə aiddir. Nə zaman? 2005-ci ildə, nə zaman? 10 il bundan qabaq. Deməli, doğru cavab 2, 4. Burada xitab olduğuna görə, burada da ismi birləşmənin aslı tərəfi olduğuna görə doğru cavab 2, 4-dür. Əlavə cümlə üzvünə aid olmayanda ya tərkibin daxilində olacaq, ya da ismi birləşmənin. 16-cı suala baxsaq görərik ki, əlavələrlə bağlı hansı fikir doğru? Bütün cümlə üzvlərinin əlavəsi olmur fikri, yalnız bütün cümlə üzvlərinin əlavəsi olur. Əlavə yalnız cümlə üzvlərində olur fikri yanlışdır. Biz bilirik ki, feili birləşmənin aslı tərəfinin də əlavəsi olur, ismi birləşmənin aslı tərəfinin də əlavəsi olur. Əlavənin təyin edicisi işlənə bilmir. Xeyr. Əlavə təyin edici sözlə də işlənə bilir. Əlavə, məsələn, Bakı, neft, qara qızıl baha qiymətə satılır. Neft sözü mübtədadır, qızıl orada mübtədadır. Deməli, neft qızıldır, yəni onu təyin edən söz qara sözü təyin edici sözlə işlənə bilir. Əlavə aid olduğu sözü izah edir. Əlavə aid olduğu sözü izah edir, aydınlaşdırır. Bəli. Əlavədə vergüldən istifadə edilmir, istifadə edilə bilir. Doğru cavab D bəndi. Həmzə sözlərlə bağlı hansı fikir yanlış? Əlavə aid olduğu sözü izah edir. Bəli, doğru fikirdir. Həmzə sözlərlə bağlı hansı fikir yanlış? Həmzə sözlər tabe-istə əlaqəsi ilə bağlanır. Bəli, doğru fikirdir. Həmzə sözünün təyini işlənə bilər. Həmzə sözünün təyini işlənə bilər, bəli, doğru fikirdir. Həmzə sözlər eyni üzvə aid olur, bəli, doğru fikirdir. Həmzə sözlərin ifadə vasitəsi fərqli ola bilər. Məsələn, bir həmzə üzv isimlə ifadə olunar, digəri ismi birləşmə ilə də ifadə oluna bilər. Həmzə sözlər quruluşca eyni olmalıdır. Bu yanlış fikirdir. Həmzə sözlər biri sadə olar, biri düzəltmə olar. Quruluşca eyni olmaq fikri deyilən bir fikir yoxdur. Cavab E. Hansı nümunədə əlavə ismi birləşmə ilə ifadə olunub? Sağ olun, növbəti dərslərdə görüşərik.